Deməli, sifətin hər üç dərəcəsində, yəni hər üç dərəcəsində işlənən sözlərin işləndiyi nümunələr tapaq. Yəni, cümlədə həm adi olmalıdır, həm azaltma, həm çoxaltma. Baxaq. Günelin sarıtəhər saçı olduqca gözəl baxışı və incə rəftarı var. Sarıtəhər baxan kimi görünür ki, azaltmadır. Necə saç? Sarıtəhər saç. Olduqca gözəl. Yəni, sifətin önündə ən, lap, çox, daha, olduqca zil ədatları gələndə çoxaltma dərəcəsi əmələ gəlirdi. İncə rəftar sadəcə adi dərəcədədir. Deməli, biz biri götürürük. Alayarımçıl iş görməyi sevməyən atam ən dərin quyunu da, dayat çalını da qazarkən öz işini başqasına gördürməzdi. Alayarımçıl azaltma, baxan kimi görünür. Ən dərin quyu. Ən dərin, dərin, ən dərin çoxaltma və dayaz adi dərəcə. Deməli, ikidə də var. Hər üçü. Balaca sözü istisna sözlərdən idi, adi dərəcə idi. Yəni, çoxaltma ilə qarışdırmayın. Dəlisov, sov var, azaltma dərəcəsi. Uşaqlar təbiət qoyunda oynayır, tərtəmiz, çoxaltma dərəcə. Havanı ciyərlərinə çəkirlər. Deməli, üçdə də var. Bu meşədə yamyaşıl çoxaltma. Quş əppəyini də sarımtıl, ımtıl var, azaltma. Yemliyi də hər ağacın dibində tapa bilərsən. Deməli, burada ikisi var, biri yoxdur, götürmürük. Və 5-də də təzə cincilin, baxın, təzə adi dərəcədir. Yetişmiş əmək köməkçinin faydası çoxdur. Burada yetişmiş çaşdıra bilər sizi. Amma yetişmiş feili sifətdir. Sadəcə necə sualına cavab verib çaşdıra bilər. Feili sifətlər dərəcəyə görə heç vaxt dəyişə bilməz. Onun elə bir xüsusiyyəti yoxdur. Yəni, burada bir adi dərəcə var. 5-i də götürmürük. Cavabımız olur 1, 2 və 3.